Qoç bürcü. Həftənin əvvəli uzun müddət həll etməkdə tərəddüd etdiyiniz vacib məsələlərin həlli üçün mükəmməldir. Əksər qoçlar güc və enerji artımı hiss edəcəklər. Rəhbərliyə təqdim etməyə dəyər yeni yaradıcı ideyalar yaranacaq. Bütün planlarınızı tək yerinə yetirməli olmayacaqsınız, etibarlı tərəfdaşlar hər hansı bir işdə kömək və dəstək təklif edəcəklər. Əlavə öhdəliklər götürməli ola bilərsiniz. Bu, nəinki reputasiyanızı gücləndirəcək, həm də karyeranızda sürətlə irəliləməyə imkan verəcək. Qısa işgüzar səfərlər üçün əlverişli dövr qarşıya qoyulan bütün işlərin öhdəsindən gözlədiyinizdən daha asan gələ biləcəksiniz. Həftənin ortası aktiv ünsiyyət üçün əlverişlidir. Natiqliyiniz əhəmiyyətli dərəcədə artacaq və bu danışıqlarda faydalı olacaq. İctimai çıxış yaxşı gedəcək. Çox güman ki, yeni tanışlıqlar yarana bilər ki, bu da uzun müddətli dostluğun və ya səmərəli əməkdaşlığın başlanğıcı ola bilər. Həftənin sonuna doğru xırda fəsadlar ola bilər. Ətrafınızdakilarla ortaq dil tapmaq həmişə mümkün olmayacaq. Diqqətsizlik və artan şübhələr düzgün qərarlar qəbul etməyinizə mane olacaq, ona görə də bu ciddi məsələlər üçün ən yaxşı vaxt deyil. Buğa bürcü. Həftənin əvvəlində çox şey yaxşılığa doğru dəyişəcək. Rahatlıq qazanacaqsınız, buna görə də hər hansı bir çətinlik sizin gücünüz daxilində olacaq. Gəlirdə kiçik, lakin sabit artım ehtimalı var, intuisiya qeyri-standart vəziyyətlərdə düzgün qərar qəbul etməyə kömək edəcək. İlham və müsbət münasibət ən çətin işlərin öhdəsindən gəlməyə kömək edəcək. Çoxdankı planlarınızı həyata keçirə biləcəksiniz. Bəzi buğalar öz əziz arzularını reallaşdıracaq və ya ən azından ona çatmaqda əhəmiyyətli irəliləyişlər əldə edəcəklər. Həftənin ortasında istənilən fəaliyyəti biraz ləngitmək daha yaxşıdır. Bütün nüansları nəzərə almaq və səhvlərdən qaçınmaq sizin üçün çətin olacaq. Maliyyə risklərindən qaçın, düşünülməmiş xərclərdən çəkinin. Başqaları ilə münasibətlərdə hər şey rəvan getməyəcək. Narahatlığınız münaqişələrə səbəb ola bilər, lakin ciddi mübahisələrə gəlmək ehtimalı azdır. Heç bir iri miqyaslı layihələrə başlamamalısınız, amma işlərinizi və sənədlərinizi qaydasına salmağınız zərər verməz. Həftənin sonunda yetişmək fürsəti olacaq. Tezliklə işinizdə faydalı olacaq şeylər öyrənəcəksiniz. Maraqlı və faydalı insanlarla tanış ola biləcəksiniz. Əkizlər bürcü. Həftənin əvvəli qarışıq olacaq. Bir çox əkizlər açıq-aydın səhv olsalar belə hər hansı bir mövzuda mübahisə etməyə meyilli olacaqlar. Bu cür impulsları cilovlaya bilsəniz, bir sıra çətinliklərdən qaça biləcəksiniz. Eyni zamanda yaradıcılıq qabiliyyətləriniz üzə çıxacaq, beləliklə başqalarının öhdəsindən gəlməkdə aciz olduğu işlərin öhdəsindən gələ biləcəksiniz. Ambisiyanız nəzərə çarpacaq dərəcədə artacaq. Bu enerjini düzgün istiqamətə yönəldin və siz təsir edici uğurlar qazana və karyera yüksəlişi şansınızı artıra biləcəksiniz. Həftənin ortası xoşagəlməz xəbərlər gətirə bilər, lakin fəlakətli heç nə baş verməyəcək. Çətin anlarda yaxınlarınızdan dəstək istəməkdən çəkinməyin, sizi diqqət və qayğı ilə əhatə etməyə çalışacaqlar. Kifayət qədər səy göstərsəniz, çoxdan həll edilməli olan problemlərin öhdəsindən gələ biləcəksiniz, lakin heç vaxt onların üzərində işləməyə cəsarət etmədiniz. Həftənin sonuna qədər sizi enerji artımı müşayiət edəcək, ona görə də bu, yeni başlanğıclar, iri miqyaslı layihələr və cəsarətli ideyaların həyata keçirilməsi üçün əlverişli zaman olacaq. Xərçəng bürcü. Həftənin ilk yarısı çətin olacaq. Başqalarının fikirlərinə qarşı çox həssas olacaqsınız, ona görə də həmişə öz nöqteyi nəzərinizi müdafiə edə bilməyəcəksiniz. Danışıqlar və mühüm məsələlərin müzakirəsi üçün ən yaxşı vaxt deyil. Sizə deyilən hər şeyi nominal olaraq qəbul etməyin. Siz təsadüfən və ya qəsdən yanıla bilərsiniz, buna görə də hər hansı bir məlumatı 2 dəfə yoxlamaq zərər vermir. Həftənin ortasında gücünüzü toplamaq, iş əhval-ruhiyyəsinə düşmək sizin üçün çətin olacaq. Bəzi planlar ləğv edilməli və ya təxirə salınmalı olacaq. Rəhbərliklə razılığa gəlmək həmişə mümkün olmayacaq, hətta ümumi dil tapmağı asan hesab etsəniz belə. Köməksiz edə biləcəyiniz işlərə diqqət yetirin və lazımsız işlərlə məşğul olmayın. Həftənin sonuna qədər pozitiv ruh halına düşə və baş verənlərdə yaxşı cəhətləri görməyi öyrənəcəksiniz. Sakitləşəcək, bəzi pozulmuş münasibətləri bərpa edəcək və ciddi işgüzar məsələləri tez həll edəcəksiniz. Şir bürcü. Həftənin əvvəlində enerjiniz və işiniz artacaq.
Gizli istedadlar oyanacaq, buna görə də əvvəllər sizin üçün çox çətin görünən işlərin öhdəsindən gələ biləcəksiniz. Eyni zamanda bəzi şirlər həddindən artıq impulsivləşəcək və bu bezdirici səhvlərə səbəb ola bilər. Nə dediyinizə baxın. Ünsiyyətdə sərt və qətiyyətli olmaq başqaları ilə münasibətlərinizə yaxşı təsir göstərməyəcək. Öz xasiyyətinizi idarə edə bilsəniz, təsir edici nəticələr əldə edə biləcəksiniz. Həftənin ortasında gücdə bir qədər azalma ola bilər. Hər şeydən və hətta heç bir səbəb olmadan narahat olmağa meyilli olacaqsınız. Digər insanlarla qarşılıqlı anlaşmaya nail olmaq çətin olacaq, ona görə də birlikdə işləmək həmişə rəvan getməyəcək. Qohumlar işlərinizə qarışmağa çalışacaqlar ki, bu da qıcıq yaradacaq. Onların enerjisini düzgün istiqamətə yönəltməyə çalışın. Bəzi darıxdırıcı və ya yorucu tapşırıqları onlara həvalə edə bilərsiniz. Həftənin sonuna qədər vəziyyət yaxşılaşacaq. Kəsilmiş əlaqələri bərpa edə və mübahisə etdiyiniz insanlarla münasibətləri yaxşılaşdıra biləcəksiniz. Yaxşı davranış və diplomatiya sizə kömək edəcəkdir. Qız bürcü. Həftə elə də asan başlamayacaq. Bir çox qız çox aqressiv, sərt və təmkinsiz olacaq. Bu, başqaları ilə, hətta həmişə sizə qarşı yaxşı münasibət bəsləyənlərlə münasibətləri xeyli çətinləşdirəcək. Çox zərurət olmadıqca mübahisələrə girməməlisiniz. Vacib qərarlar qəbul etmək üçün ən yaxşı vaxt deyil. Eyni zamanda enerjinizi düzgün istiqamətə yönəltsəniz, bir çox ciddi problemləri həll edə biləcəksiniz. Kifayət qədər səy göstərsəniz, hədəflərinizə çatmaq üçün əhəmiyyətli irəliləyişlər əldə edə bilərsiniz. Ünsiyyət çətinlikləri həftənin ortalarında davam edəcək. Siz xırda çatışmazlıqlara diqqət yetirməyə meyilli olacaqsınız və əsasları fərq etməyəcəksiniz. Sizin üçün vacib olan insanlara qarşı təmkinli və səbirli olmağa çalışın, bu yolla siz yaxşı münasibətlər saxlaya biləcəksiniz və düşmənçilik etməyəcəksiniz. Həftənin sonu çoxlu əlverişli imkanlar gətirəcək, onlardan uğurla yararlanacaqsınız. Təcrübəli dostların məsləhətlərindən və etibarlı müttəfiqlərin dəstəyindən faydalanacaqsınız. Tərəzi bürcü. Həftənin əvvəlində hər şey yaxşı olacaq, ona görə də anı dəyərləndirin. Ən yaxşı tərəflərinizi göstərmək, liderlik keyfiyyətlərinizi üzə çıxarmaq və rəhbərliyin rəğbətini qazanmaq fürsəti yaranacaq. Sürətli karyera yüksəlişi ehtimalı yüksəkdir. Bir çox tərəzi başqalarının imkanlarını aşan işlərin öhdəsindən gələ bilər. İşgüzar səfərlər və işgüzar səfərlər yaxşı keçəcək, xüsusən də uzaq və xaricə səfərlər. Yeni tərəfdaşlarla əlaqələr qura biləcəksiniz, əməkdaşlıq uzunmüddətli və sərfəli olacaqdır. Qeyri-adi sərgüzəştlər və maraqlı təsadüflər ehtimal olunur ki, bunun nəticəsində siz çoxlu perspektivli tanışlıqlar qazanacaqsınız. Həftənin ortalarında bəzi xırda çətinliklər ola bilər, lakin siz onların öhdəsindən uğurla gələcəksiniz. Yeni başlanğıclar üçün ən yaxşı vaxt deyil. Gələcəkdə onların qarşısını almaq üçün bütün başlanmış işləri tamamlamağa, səhvləri təhlil etməyə və düzəltməyə diqqət yetirmək daha yaxşıdır. Həftənin son günləri çoxlu yaxşı fürsətlər gətirəcək. Bir çox vacib işləri görəcək və gələcək üçün möhkəm zəmin yarada biləcəksiniz. Əqrəb bürcü. Həftənin ilk günlərində inanılmaz məbləğdə işlər görməyə vaxtınız olacaq. Vacib problemləri həll edə, rəhbərləriniz tərəfindən bəyəniləcək dəyərli təkliflər verə biləcəksiniz. Bir çox əqrəblər perspektivli tərəfdaşlarla əlaqələr quracaqlar. Böyük əməliyyatların bağlanması və ya daşınmaz əmlakla bağlı məsələlərin həlli üçün əlverişli zamandır. Siz müxtəlif insanlarla fəal ünsiyyət qurmalı olacaqsınız və onların hər birinə düzgün yanaşma tapacaqsınız. Yeni bir şey öyrənmək, peşənizi təkmilləşdirmək və biliklərinizdəki boşluqları doldurmaq üçün yaxşı vaxtdır. Həftənin ortası çox rahat keçməyəcək. Kiçik bədbəxt təsadüflər ola bilər, lakin bu ciddi çətinliklərə səbəb olmayacaq. Bu zaman vacib qərarlar qəbul etməməli və tələsik vədlər verməməlisiniz. Kiçik maliyyə itkiləri və yaxınlarınızla fikir ayrılıqları mümkündür. Həftənin sonunda buraxdığınız səhvləri düzəldə və təsirli nəticələr əldə edə biləcəksiniz. Cazibədarlığınız artacaq, buna görə də insanları asanlıqla qazana biləcəksiniz. Bu, təkcə işinizdə deyil, şəxsi həyatınızda da sizə kömək edəcək. Oxatan bürcü. Həftənin ilk günlərində hər şeydə uğur qazanacaqsınız. Beləliklə, uzun müddətdir təxirə saldığınız işlərə başlamağın vaxtıdır.
Demək olar ki, bütün planlarınız reallaşacaq və bu gözlədiyinizdən daha sürətli və asan baş verəcək. Bir çox ox atanlar müvafiq təşəbbüs göstərəcək və bununla da karyera yüksəlişi şanslarını artıracaqlar. Müqavilələrin imzalanması, danışıqların aparılması və mühüm məsələlərin həlli üçün əlverişli zamandır. İşgüzar səfərlər uğurlu olacaq. Həftənin ortası kifayət qədər gərgin olacaq. Özünüzə inamınız biraz sarsılacaq, buna görə başqaları ilə mübahisələrdə həmişə öz mövqeyinizi müdafiə edə bilməyəcəksiniz. Hər şey gözlədiyiniz kimi alınmayacaq. Sadiq müttəfiqlər sizə uğursuz ola bilər, lakin onların günahı olmadan. İşdə gecikmələr ola bilər ki, bu da sizi xeyli qıcıqlandıracaq. Bu zaman taleyüklü qərarlar qəbul etməməlisiniz, şübhəsiz ki, səhv olacaqlar. Həftənin sonunda xoşməramlılığınız artacaq və pozitiv əhval-ruhiyyəyə girə biləcəksiniz. Buna görə də heç bir çətinlik sizi çaşdırmayacaq. Siz tanış olmayan məsələləri başa düşə və çoxlu faydalı əlaqələr qura biləcəksiniz. Oğlaq bürcü. Həftənin əvvəlində cazibəniz nəzərə çarpacaq dərəcədə artacaq ki, bu da bir çox məsələlərin həllinə kömək edəcək. İstənilən şəxslə razılığa gələ, hətta çoxdankı rəqiblərə qalib gələ və çoxlu faydalı əlaqələr qura biləcəksiniz. Bəzi oğlaqlar nüfuzlu himayədarlar əldə edəcəklər. Gəlirinizi əhəmiyyətli dərəcədə artırmaq imkanı yaranacaq. Çox güman ki, işgüzar münasibətlər romantik birinə çevriləcək. Bir az sonra çətinliklər başlayacaq, onları aradan qaldırmaq asan olmayacaq. Əsəbləşəcək və hər şeydən narahat olacaqsınız. Etibarlı tərəfdaşlar ümidlərinizi doğrultmaya bilər. Tez-tez planlarınızı tez dəyişməli olacaqsınız, bu da əhvalınıza ən yaxşı təsir göstərməyəcək. Müqavilələrin imzalanması və əqdlərin bağlanması üçün ən əlverişli dövr deyil. Həftənin sonuna qədər hər şey tədricən düzələcək. Başqalarının maraqlarını və hisslərini asanlıqla başa düşə biləcəksiniz. Uzun müddət ortaq dil tapa bilmədiklərinizlə pozulmuş əlaqələri bərpa edə və anlaşa biləcəksiniz. Həftə sonu çölə çıxmaq və romantik görüşlər keçirmək üçün idealdır. Dolça bürcü. Həftə çox yaxşı başlayacaq, ona görə də anı ələ keçirin. Çoxdankı planları həyata keçirmək, bəzi arzuları həyata keçirmək və təsirli nəticələr əldə etmək imkanı olacaq. Bir çox dolçalar özlərini əmin liderlər kimi sübut edəcəklər. Yeni başlanğıclar öz biznesinizi açmaq, iş yerini dəyişmək və ya başqa vəzifəyə keçmək üçün əlverişli zamandır. Yaxın gələcəkdə faydalı olacaq bir şey öyrənə biləcəksiniz. Böyük qazanc əldə etməyiniz ehtimalı yüksəkdir. Həftənin ortasında sizə elə gələcək ki, bəxt sizdən üz çevirib. Bu dövr uzun sürməyəcək, lakin səbr və təmkin sizə zərər verməyəcək. Emosiyaların öhdəsindən gəlmək və müsbət münasibət saxlamaq çətin olacaq. İlk cəhddə hər şey nəticə verməyəcək. Nəhayət etməli olduğunuz hər şeyi edəcəksiniz, lakin bu əvvəlcə gözlədiyinizdən daha çox səy və vaxt aparacaq. Həftənin sonunda yaxınlarınızla münasibətlərdə gizli ziddiyyətlər güclənəcək. Vəziyyətin sürüşməsinə imkan verməməlisiniz. Səmimi söhbət hər şeyi aydınlaşdırmağa və hər şeyi sıralamağa kömək edəcək. Balıqlar bürcü. Həftənin ilk yarısı kifayət qədər uğurlu olacaq. İntuisiyanız artacaq, bu bir çox məsələlərin həllində çox faydalı olacaq. Yaradıcılıq qabiliyyətlərinizi üzə çıxarmaq və cəsarətli planlarınızı həyata keçirmək imkanınız olacaq. Elm və ya sənətlə bağlı olan balıqlar üçün çox yaxşı vaxtdır. Ən yaxşı iş tənhalıqda ediləcək. Digər insanlar sizə kömək etməkdən imtina etməyəcəklər, ancaq özünüz lazım olan hər şeyi idarə edə bilərsiniz. Həftənin ikinci yarısında impulsiv hərəkətlərə və tələsik qərarlara meyilli olacaqsınız. Səbirli olun və bezdirici səhvlərdən qaçmaq üçün tələsməyin. Ehtirasınız artacaq, bu həmişə uyğun olmaya bilər. Bununla belə enerjinizi işlə bağlı nailiyyətlərə yönəldə bilsəniz, hədəflərinizə çatmaqda əhəmiyyətli irəliləyiş əldə edəcəksiniz. Yaxınlarınızla münaqişələrdən qaçmağa çalışın, istər-istəməz sizin üçün vacib olan birini incidə bilərsiniz. Zədələnmiş münasibətləri bərpa etmək asan olmayacaq. Ancaq yenə də bir mübahisə baş verərsə, hər şey öz-özünə həll olunana qədər gözləməyin. Münasibətlərinizdəki problemlərin daha da pisləşməsinin qarşısını almaq üçün barışıq yolunda ilk addımı atmalı olacaqsınız.